Payızın qızılı rəngə boyandığı bu günlərdə Şahbuz rayonunun Kükü kəndi özündə bu gözəlliyi bir başqa cür ehtiva edir. Kəndi əhatə edən dağların başını alan dumanlı hava həm də payızın sükutuna xüsusi bir sehr qatır. Sanki təbiət nəfəsini içində saxlayıb bu sakit kəndin gözəlliyini izləyir. Duman dağ ətəklərindən yavaş-yavaş enərək evləri öz ağuşuna alan bağların üstünə yayılır. Naxçıvanın ən ucqar bölgələrindən biri də Kükü kəndidir. Dağların qoyunda yerləşən bu kənd həm də öz alması ilə məşhurdur. Bura Naxçıvanın ən dadlı almalarının yetişdiyi kənd kimi tanınır. Kəndin hər həyətindən, hər bağından alma qoxusu gəlir. Bağın içlərinə doğru irəlilədikcə ağacların altında torpaqdan da alma ətri hiss olunur. Kəndin elə əsas məşğuliyyəti də məhz bağçılıqdır. Sərin suyu var, alması var, havası var, cürəbəcürə binalar tikiblər, istirahətxanası var. Alma ilə də məşhur. Hər ailənin həyətində ən azı bir neçə alma ağacına rast gəlmək mümkündür. Burada bir çox alma növləri var ki, onlar dadı, sululuğu və uzun müddət xarab olmayan növlərdir. Bu növlər təkcə yerli bazarda deyil, Muxtar Respublikanın digər rayonlarında da satılır. Kükü alması ümumiyyətlə bir markadır. Yəni bu Azərbaycanda hələ Sovet dönəmindən bəri Kükü alması, orada kolxozun bağı var idi aşağıda, o mərkəzi komitənin bufetinə gedirdi. Bu alma niyə bir markadır, orasını deyim sizə. Buranın özünüz də gəldiniz gördünüz, havası, suyu, torpağı, əsas bu üç element bu almanın həddindən artıq dadlı, həddindən artıq vitaminli, insan bədəninə faydalı edir. Yerli sakinlər deyir ki, kükü alması ağacdan yığıldıqdan sonra səbətlərə toplanır və qar yağana kimi həyətdə saxlanılır. Bu il isə almanın məhsuldarlığı bir qədər az olub. Yerli bazarda onun qiyməti 1-2 manat arasında alıcılara təklif olunur. Küküdə növ almalar çoxdur. Qış qızılıdır, göy almadır, toz almadır, təkər almadır. Bu il ildəkinə nisbətən bahadır, alma az olduğuna görə. 1 manat, 1 manat 50 qəpik, 2 manat. Alma deyərkən respublikamızda ilk olaraq ağla gələn Quba rayonu olsa da, Naxçıvanda kükü almasının da öz yeri var. Ceyhun Məmmədov, Əli Xudiyev, Layiq Qələndərli, APTV, Şahbuz.